Xanım qayda deyir, özüm bilərəm, özüm, öz vücudum, öz həyatım. Xanıma cavab budur ki, sən fərdi insansan evində. Amma elə ki, cəmiyyətin içine daxil oldu, ictimai bir insansan. Yaxşı. Nəticə, qarşılıqlı haqlar var. Axı, din mənə niyə məhdud edir çölə çıxanda? İlk cavab budur, məhdudiyyət yalnız dində yoxdur. Məhrumiyyət yalnız dində deyil. Harada qanunlar varsa, orada məhrumiyyətlər də var. Elə qanunun fəlsəfəsi budur da, məhrumiyyət. Belə eləmə. Ya belə eləyirsən, bu şəkildə eləmə. Qanun nədir? Dünyanın hər hissəsində qanun var. Var. Yəni, bu məhrumiyyət, qadağa, məhdudiyyət, qanun yalnız dindədir? Yox. Harada qanun varsa, orada məhrumiyyət var. Qanunun elə fəlsəfəsi odur da. Düzü, biraz açsaq başqa bir mənaları da danışmaq olar. Mövzum o deyil.